Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün 20 aprel, deməli 9-cu siniflər üçün keçirilmiş buraxılış imtahanının ingilis dili suallarının izahına baxacağıq. Deməli uşaqlar 5-ci sualdan başlayaq. 5-ci sualda bizə nə deyir? Short textlərimizdən başlayırıq, yəni. Looking for a fun way to learn English. Deyir ki, ingilis dilini öyrənməyin əyləncəli yolunu axtarırsan. Come to the class in our language center where you can speak, listen and make new friends. Deyir ki, bizim dil mərkəzimizdəki dərslərimizə gəl, harda ki sən deməli danışa, dinləyə və yeni dostlar edilə bilərsən. Join today and get special discount for the whole year. Deyir ki, bu gün qoşul və xüsusi endirim əldə et bütün il boyu. Bu gün qoşulsan, yəni bütün il boyu endirim əldə edəcəksən. Okay. Ada deyir ki, students can get a discount if they bring a friend. Əgər şagirdlər dostlarını gətirsələr, xüsusi endirim əldə edəcəklər. Xeyr. B-də deyir ki, dil mərkəzi təklif edir. İngilis dili öyrənməyin əyləncəli yolunu, bəli, B düzdür. C-də deyir ki, endirimlər discounts are available only for speaking classes. Endirimlər yalnız danışıq dərsləri üçün keçərlidir. Xeyr, belə bir şey demir. D-də deyir ki, students are offered free class in the center. Deyir, şagirdlərə bu mərkəzdə pulsuz dərslər təklif edilir. Xeyr. Y-də deyir ki, students can get discounts if they join tomorrow. Deyir ki, şagirdlər endirim əldə edə bilər əgər onlar sabah qoşulsalar. Sabah yox, bugün qoşulsalar olmalı idi. Cavabımız B variantıdır uşaqlar. Okay, digər hissəyə baxırıq. Demək 6-cı sual. 6-cı suala keçməmişdən qabaq uşaqlar qeyd edim ki, dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, həm deməli yay qruplarımız vardı. Deməli, gələn ilə təkmilləşdirmək üçün, həmçinin gələn tədris ili üçün dərslərimiz avqust ayının 1-dən etibarən başlayır və videonu bəyənsəz like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi, videonu maksimum şəkildə paylaşmağı unutmayın. İndi isə 6-cı sualımıza baxaq. 6-cı sualda bizə nə deyir? The Art Club will meet on Tuesday after school in room 202 və yaxud da 202 da deyə bilərsiniz. Deyir ki, deməli, İncəsənət klubu neyniyəcək? İncəsənət klubu məktəbdən sonra 2-ci gün 202-ci otaqda görüş keçirəcək. The purpose of the meeting və yaxud da ki, iclas da ola bilər, bəli. The purpose of the meeting is to discuss ideas for the new project. Deyir ki, iclasın məqsədi yeni layihədəki ideyaları müzakirə etməkdir. The members of the club must bring their equipment. Deyir, klubun üzvləri öz avadanlıqlarını gətirməlidirlər. Everyone is welcome. Hər kəs xoş gəlib. Okay. Ada deyir ki, the art club members are going to share opinions for the new project. Deyir ki, İncəsənət klubu üzvləri yeni layihə haqqındakı fikirlərini paylaşacaqlar. Bu qalsın. B variantda deyir, there is no need to bring any equipment to the meeting. İclasa hər hansı bir avadanlıq gətirməyə heç bir ehtiyac yoxdur. Amma burada deyirdi ki, bizə nəyi gətirsin? Avadanlıqlarını gətirsinlər. C-də deyir ki, the meeting place of club members is unknown. Deyir ki, klub üzvlərinin görüş yeri bəlli deyil. Yəni, qeyri-müəyyəndir, halbuki bəllidir. Room neçə dedik? Otaq 202 dedik, düzdür? Ona görə nədir? C də səhvdir. D-də deyir ki, the club meeting will be held before classes on Tuesday. Deyir ki, klub iclası 2-ci gün dərsdən əvvəl keçiriləcək, dərsdən əvvəl yox. After school deyir burada, dərsdən sonra. Not all the club members can take part in the meeting. Deyir ki, heç də bütün klub üzvləri iclasda iştirak edə bilməz. Belə bir qayda yoxdur. Yəni yazmayıb ki, bütün klub üzvləri iştirak edəməz. Ona görə cavabımız nə qaldı? A variantı. 7-ci sualımıza baxırıq. 7-ci sualda uşaqlar yazıb ki, hello everyone, salam hər kəsə. There will be a school trip to the museum on Thursday. Deyir ki, 4-cü gün müzeyə bir məktəb gəzintisi olacaq. Please don't forget to bring your student ID with you to take advantage if special offers.
Deyir ki, zəhmət olmasa öz tələbə biletinizi özünüzlə gətirməyi unutmayın. Hansı ki, bununla xüsusi təşriflərin olunduğu avantajlardan yararlana bilərsiniz. Come and meet in front of the school before 9 a.m. Saat 9-dan əvvəl gəlin və məktəbin qarşısında görüşün. Deməli, bizə A variantında nə deyir? A variantında deyir ki, students will meet at the back of the school. Məktəbin arxasında görüşəcəklər. Xeyr, in front of deyir. Qarşısında görüşəcək. The museum is open for the school trip at the weekend. Həftə sonu muzey açıq olacaq məktəb gəzintisi üçün. Amma bizə deyir 4-cü gün, həftə sonu demir. C-də deyir ki, students must bring their IDs to get special offers. Xüsusi təşrifləri əldə etmək üçün tələbə biletlərini gətirməlidirlər, şagirdlər, tələbələr, bəli, düzdür. D-də deyir ki, muzey gəzintisi üçün görüş yeri məktəb idman zalıdır. Xeyr, məktəbin idman zalı yox, elə məktəbin özüdür. It is planned to meet students after 9 a.m. Saat 9-dan sonra şagirdlərlə görüşmək planlanır. Amma before 9 a.m. yazıb. Yəni 9-dan əvvəl görüşüləcək. Yəni cavabımız nə olur? C variantı olmuş olur. İndi isə reading suallarımıza baxaq. Birinci teksti oxuyaq. The Special Olympics is a huge success story. Deyir ki, xüsusi olimpiyatlar böyük uğur hekayəsidir. It's a series of sporting events held around the world for people with learning difficulties. Deyir ki, bu bir deməli idman tədbirləri serisidir, sıralamasıdır. Hansı ki, dünya ətrafında öyrənmə çətinlikləri olan insanlar üçün keçirilir. The Special Olympics World Games are held once in every 2 years. Deyir ki, hər 2 ildən bir keçirilir xüsusi olimpiyatlar, dünya oyunları. There are the Special Olympic Winter and Summer Games. Deyir ki, xüsusi olimpiyatların qış və yay oyunları vardır. It all started with Dr. Frank Hayden's idea. Deyir ki, bütün bunların hamısı Dr. Frank Hayden'ın ideyası ilə başladı. Dr. Hayden was a physical education professor in Canada. Deyir ki, Dr. Hayden Kanadada fiziki təhsil professoru idi. He said that doing exercises could be useful for people with learning difficulties. Deyir ki, o dedi ki, İdman etmək öyrənmə çətinlikləri olan insanlar üçün faydalı ola bilər. He first asked the Canadian government for help to organize a sports program, but he got little support. Deyir ki, o ilk olaraq Kanada hökumətinə, Kanada dövlətindən yardım istədi idman proqramını təşkil etmək üçün, amma o çox az dəstək aldı. Then he went to America and asked Rose Kennedy for help. Sonra isə o Amerikaya getdi və Rose Kennedy'dən kömək istədi. She was a rich and powerful person. She quickly nöqtəmiz var, pardon. Deyir ki, o zəngin və güclü insan idi. She quickly agreed to help Dr. Hayden with money. Deyir ki, o cəld bir şəkildə, tez bir şəkildə Dr. Hayden'la razılaşdı ki, ona pulla kömək etsin. So they created the Special Olympics on 1960s və onlar beləliklə 1960-cı illərdə xüsusi olimpiyatları yaratdılar. In 1968, the first Special Olympics was held in Chicago. 1968-ci ildə ilk xüsusi olimpiyatlar Chicago'da keçirildi. Not many people knew about it, so there were not many participants in the first Special Olympics. Deyir, heç də çox adam bilmədiyinə görə bilmirdi bu haqda. Buna görə də çox iştirakçı yox idi ilk xüsusi olimpiyatlarda. However, this was a very good start. Amma bu çox yaxşı bir başlanğıc idi. Since then, the Special Olympics was developed and inspired many people. O vaxtdan bəri də xüsusi olimpiyatlar bir çox insanları inkişaf etdirir, təkmilləşdirir və ruhlandırır, cəsarətləndirir. Okay, indi keçək biz 8-ci sualımızdan baxaq. Tekst ümid edirəm ki, uşaqlar yadınızda qalmışdır. İndi 8-ci sualda bizdən nə istəyir? Deyir false, yəni yanlış olan tap, düzdürmü? The first Special Olympics were organized in Chicago. Deyir ki, ilk xüsusi olimpiyatlar Chicago'da keçirildi. Chicago'da bəli keçirildi. Bax, elə buradadır, 1968-ci ildə. Yəni ki,
A variantı düzdür, amma götürməyəcəm. Niyə? Səhvi istəyir məndən. B-də deyir ki, the Special Olympics has developed greatly all over the world. Deyir ki, xüsusi olimpiyatlar bütün dünyada böyük bir şəkildə inkişaf edib, təkmilləşib. Bəli, bu da düzdür. Dr. Hayden said that people with learning difficulties should do exercises. Deyir, Dr. Hayden dedi ki, öyrənmə çətinlikləri olan insanlar idman etməlidir. Bəli, demişdi. The Special Olympics is a sporting event held in every 5 years. Deyir ki, xüsusi olimpiyatlar hər 5 ildən bir keçirilən idman növüdür, amma biz oxuduq ki, 2 ildən bir keçirilən idman növüdür. D variantı yanlışdır. Y variantında the Special Olympics is a series of sporting events held around the world. Bəli, bütün dünyada keçirilir. Bu da düzdür, götürməyəcəm. Bir dəqiqə gözləyin, bu 2 ildən bir hissəsini sizə göstərim. Every 2 years yazıb baxın. Burada. Elə xətt çəkdim ki, üstündən çəkmiş oldum burada. Yəni 2 ildən bir keçirilir. Okay, 9-cu sualımızda why did Dr. Hayden have to ask Rose Kennedy to help? Niyə deyir Dr. Hayden Rose Kennedy'dən kömək istəməli oldu? Niyə kömək istədi bundan? Because Canadian government told him to call her. Çünki Kanada hökuməti ona zəng etməsini, ondan ona zəng etməsini istədi. Xeyr, Kanada dövləti kömək etmədiyi üçün, az dəstək olduğu üçün ona zəng etmişdi. Daha doğrusu ondan kömək istəmişdi. B-də deyir ki, because Rose Kennedy quickly agreed to help him with money. Çünki Rose Kennedy dərhal ona pulla kömək edəcəyini, kömək etməyə razı oldu. C-də deyir ki, as he couldn't get enough support from the Canadian government. Bəli, C düzdür. Deyir ki, o Kanada dövlətindən, hökumətindən kifayət qədər dəstək almadı. Deyir ki, çox az dəstək aldı. Ona görə getdi Rose Kennedy'dən. Xahiş etdi ona dəstək olmasını. D-də deyir because Rose Kennedy had learning difficulties herself. Deyir ki, çünki Rose Kennedy'nin özünün də öyrənmə çətinlikləri var idi. Xeyr. Y-də deyir ki, Rose Kennedy fiziki təhsil alıb Kanada. Bu da uyğun deyil. Okay. Keçək növbəti, yəni 10-cu sualda. Mətn nə haqqındadır? Ada deyir ki, xüsusi olimpiyatların tarixi. Bəli, A variantı olur. Uşaqlar, mən bunun üçün asan yol demişdim. Bilmirəm kimin yadındadır, yadında deyil. Demişdim ki, bir şeyin başlanğıcından ta indiki dövrə qədər bir şeylər danışırsa bizə, təbii ki, onun tarixindən danışır. B variantda deyir ki, Kanada dövlətindən kömək, yardım, xeyr. C-də deyir ki, olimpiyatların uğurlu iştirakçıları, xeyr. D-də deyir Dr. Hayden'ın insanlarla təcrübələri, xeyr. Y-də deyir ki, olimpiyatlarda müxtəlif oyunlar, bu da deyil. 11-ci sualımızda few participants took part in first Special Olympics. Deyir ki, ilk xüsusi olimpiyatlarda çox az iştirakçı iştirak edirdi. İndi davamını gətir. Because, çünki nə idi? Çox az adam bilirdi bu haqda. Çox az adamın məlumatı var idi. Belə bir şey oxumuşduq, düzdürmü? Dr. Hayden wanted less people take part. Çünki Dr. Hayden az adamın iştirak etməsini istəyirdi. Xeyr, əsla belə bir şey yox idi. Keçirik B variantına. Bir dəqiqə gözləyin. Düzəldim. B variantında deyir ki, bir çox insanlar xoşlamırdı bu idman növünün formasını. Xeyr. C-də deyir ki, bu idman növləri maraqlı deyildi orada. Xeyr. D-də deyir ki, dövlət icazə vermirdi hər kəsin qoşulmasına. Xeyr. Y-də deyir ki, çox az adamın məlumatı var idi bu haqda. Bəli, Y variantı artıq düzgün variantımızdır. Və 12-ci, yəni readingimizin son sualı. Deyir ki, true, doğru olanı seç. Dr. Hayden was a very rich and strong man. Deyir ki, Dr. Hayden çox zəngin və güclü adam idi. Sadəcə professor idi yazmışdı. Çox zəngin, güclü olduğunu yazmamışdı. The first Special Olympics wasn't successful. Deyir ki, ilk xüsusi olimpiyatlar uğurlu değildi. Buna mətndə baxaq, unutdum bu hissəni. The Special Olympic Games were held in 1960s. İlk xüsusi olimpiyatlar 1960-cı illərdə keçirilib. Bəli, 1968-ci il 1960-cı illərə düşdüyü üçün 300% düzdür. Bir dəqiqə gözləyin. 4-də there are two types of Special Olympics World Games. Deyir ki, xüsusi dünya olimpiyatlarının 2 növü var. Bəli, yay və qış. Yəni cavabımız olur 3 və 4. Uğursuz olmuşdu demədi axı. Bilirsiniz niyə mən dedim buna baxaq. Burada
Hardadır, bir dəqiqə gözləyin deyəcəm. 1968-ci ildə keçirildi yazıb. Not many people falan filan gəldi. Sonra deyir ki, this was a great good start. Çox yaxşı bir başlanğıc idi. Yəni uğursuz oldu demədi bizə. 3 və 4 olacaq burada. 13-cü sualımız artıq grammar suallarına keçid etmişik. Deməli nədir? By the villagers yazıbdı, düzdürmü? Tamam. İndi nə? Money təçsimdir. Təçsimin xəbəri təşdə olar. Are, were yazanmaram, düzdürmü? By the villagers kəndlilər tərəfindən deyirəmsə, artıq məhsulda verəcəm. Tapılır ya da tapıldı. Yəni ki, found olmaz. Əsas feilin məhsulda olmalı deməkdir. İkinci tərəfdə they, deməli it, they gave it to the police. Deyirəm ki, onlar onu polisə verdilər, düzdürmü? Artıq gave keçmişdi axı. Yəni mən birinci tərəfdə keçmişdə yazmalıyam. İndiki və keçmiş eyni anda olmayacağına görə B variantı. 14-də definitionda honest, dürüst, patient, səbirli, creative, yaradıcı. Being able to wait for a long time. Uzun müddət gözləyə bilmək bacarığı, yəni səbirli. 2-yə A variantı. 2-yə adısa cavablı A variantı çıxır uşaqlar. Sonra having a lot of imagination and new ideas. Deyir ki, çoxlu təsəvvürün olması, yeni ideyaların olması, creative, yaradıcı. Always telling the truth. Həmişə həqiqəti deyən, yəni honest, dürüst. 1-ə də C variantı olmuş olur. İndi isə keçirik 15-ci sualımıza. 15'te deyir ki, the information in those books, okay, mübtəda xəbər uzlaşmasıdır. İsim, sözünü isim olanda sözündən əvvələ baxırdıq. Information təkdədir, xəbər də təkdə istəyir, okay. Is, was, tək xəbərdir. Will'in B'si yoxdur deyə götürmürəm. Heç fikir versiniz, 2 ilə 5'in olduğu variantda 1 yoxdur onuzda. Are, were, cəmdir deyə olmaz, cavab olur Y variantı. Sonra keçirik 16-cı sualımıza. 16-da deyir ki, uşaqlar possessive case, yəni məndən nə istəyir? Yəl çal istəyir. This-dən sonra tək isim gələr, amma mən cəm isimdir, A getdi. These-dən sonra cəm isim gələr, mən tək isimdir, B getdi. These-dən sonra cəm isim gəlir, mən cəmdədir. Köçdən dəyişir deyə apostrof s qəbul edib. Luggage, üç bagaj sayılmır, təkdədir. Mübtədamız luggage olduğu üçün xəbərdə təkdə verib, afərin C düzdür. D variantda da ozdan sonra cəm isim gələr, amma mən köçdən dəyişir. Apostrof S qəbul edir köçdən dəyişən isimlər. S apostrof verdiyi üçün D və Y variantları yanlışdır. 17-ci sualımızda my mother... Aha, 17-ci sualımıza baxaq. My mother is very tired. Deyir ki, anam çox yorğundur. Okay, help her. Bax, modal feil testdə düzdür. Məndən nə istəyir? Düzgün modal feil istəyir. Can-dən sonra to gəlmir uşaqlar. Might-dan sonra to gəlmir. Shouldn't have, have-in to'su yoxdur. Mən bunu da çıxmalıyam. Anam çox yorğundur. I must help her. Mən ona kömək etməliyəm. Yebəndi. Shouldn't desəm mən ona kömək etməməliyəm. Yanlışdır, götürə bilmərəm. 18-ci sualımızda choose a correct sentence with the passive voice. Məchul növdə olan cümləni istəyir məndən, düzdürmü? Məchul növdə olan cümləni istəyirsə, to be-nin formasından sonra participle to formalı feil axtarmalıyam mən. Okay. To be forması is-dən sonra ing-li cavab. Participle to formalı feil deyil, götürməyəcəm. B variantda to be forması yoxdur, ümumiyyətlə götürmürəm. C variantında to be forması yoxdur, bu cümlə məhsulda deyil. D variantda is planted məhsuldur. Y variantda to be forması yoxdur, demək ki, məhsul deyil. Cavabımız olmuş olur D variantı. Bu da belə. 19-cu sualımızda deməli nə deyir? Is a person's behavior or way of acting. Deyir ki, bir kəsin davranışı və yaxud da hərəkət yoludur. Yəni, hərəkət etmə yoludur. Biz buna deyirik, eli davranış, yəni manner. B variantı olacaq. Bir dəqiqə gözlərini işarə etməyi unutmuşam. Nə olur bizim cavabımız? B variantı. Decision qərardır, opportunity imkan, şans, dream arzu, habit vərdiş. Ən uyğun variantımız manner, davranış, B variantı. Keçirik 20-ci sualımıza. They didn't invite me to the party. Onlar məni partiyə dəvət etmədilər. I didn't go. Mən getmədim. Onlar məni partiyə dəvət etmədilər. Nə deyəcəm? That olmaz. Çünki uyğun gəlməsi üçün birləşməsi lazım idi. Because, çünki. Onlar məni partiyə dəvət etmədilər. Çünki getmədim. Yox. Onlar məni partiyə dəvət etmədilər. Buna görə də mən getmədim. So, but, amma, or, ya, yoxsa uyğun gəlmir uşaqlar. Bir dəqiqə bunu mən çevirim, çünki
21-ci sualın üstünü örtmüşük. C variantı idi burada. 21-də close meaning sinonim istəyir bizdən. Happy xoşbəxt, sad qəmgin olmaz. Difficult çətin, easy asan olmaz. Old köhnə, rude çobud olmaz. Tall hündür, ucaz, short qısa olmaz. Y variantında nice gözəl, beautiful gözəl. Təbii ki, Y variantı düzgün variantımızdır. Və uşaqlar 22-ci sualımıza baxaq. 22-ci sualda deyir, these photos were taken. Bu şəkillər çəkilib. Mənim dostum tərəfindən by my friend, a mobile phone, with a mobile phone. Telefon, mobil telefon ilə əşyalardan istifadəmizi nəyinsə vasitəsilə nəsə ediriksə, nədənsə istifadə edərək bir şey ediriksə, bu zaman with. Kimsə tərəfindən nəsə edilirsə, by. Ona görə cavabımız olmuş olur uşaqlar A variantı. Digərləri bu tərcümə tipli sözünü testdə olduğuna görə daha dərinliklərinə girməyimə ehtiyac yoxdur. Yəni bu birləşmə deyil, mən bunu işlədim yerində deyim ki, yəni bu birləşmə bu cür olur. Sözünü tərcümə istədiyi üçün avtomatik olaraq A variantı olmuş olur. Və 23-cü sualımızda is making nə deyir bizə? Is making coffee today. Bax, əsas feil gəlib, düzdür. Özündən sonra əsas feil tələb edən sual əvəzləri who və what'dur. Bu gün qəhvəni kim düzəldir deyəcəm. Nə düzəldir yox ki, ona görə de bəndə. Özündən sonra əsas feil gəlibsə, yəni is making, are making, to be formaları ilə əsas feil yanaşı işlənibsə, bu zaman mübtədəyə sual veririk deməkdir. Mübtədəyə sual verən sual vəzişlərimiz who və what olduğu üçün mənaya görə who olur burada cavab. 24-də there is, there ilə başlayırsa, ismin qarşısında an article işlər sayılırsa, yəni an art collection olacaq. B variantı, Y variantını çıxırıq. A variantında E article verib D səhvdə. Art saat hissəsindən başladığı üçün an olur. There is there ilə başlayan cümlələrdə yer zərfliyinin qarşısında isə D article işlənir uşaqlar. In the museum, muzeydə deyirəm. Ona görə D variantı olmuş olur. Həm də museum samit hissəsindən başlayır. An article ilə işlənməz ki, onsuz da. 25-ci sualda antonyms, yəni antonimlər istəyir. Dangerous təhlükəli, safe təhlükəsiz. Bir var. Ugly çirkin, clever ağıllı deyil. Different fərqli, ancient qədim olmadı. Boring sıxıcı, interesting maraqlı təbii ki oldu. 1-4 cavabımız olmuş. Açıq variantdır. Daha doğrusu cavabımız elə 1-4 olmuş olur. Burada isə bir dənə writing hissəcimiz var. Uşaqlar bunlar qız quşları görür, atası ilə quşlara ev düzəldir, aparıb yerləşdirirlər. Belə bir şeydir. Siz öz versiyalarınızı atarsınız. Yəni videonun altında şərhlər bölməsinə qeyd edərsiniz. Mən də yoxlayaram necə doğru yoxsa yanlış olduğunu. Belə.